Deməli, bugünkü dərsimiz modal verbs, yəni modal feillər. Modal feillər ümumiyyətlə, indi mən danışdıqca görəsən ki, həm də testlərini yazdıqca görəsən ki, damarını tutdum və salam. Özümün də xoşuna gələsi ki, testləri bir-bir tak-tak yaza-yaza gedəsən. Əsas 1-2 qaydanı yadında saxla. Burada heç çaşdırıcı 1-2 dənə nöqtə var və salam. Deməli, modal feillər. Ümumiyyətlə, modal feillər birinci deyək ki, modal feillər nədir? Tərif olaraq. Modal feillər işə və hərəkətə münasibət bildirir. İndi modal feillər barədə müəyyən qədər az da olsa məlumatım varsa, məsələn, tərcümələri Azərbaycan dilində onların qarşılığını bilirsənsə ən azından. İndi bu deyəcəyim tərif sənə asan gələcək. Məsələn, bir-iki modal feil deyək Azərbaycan dilində elə. Tutaq ki, daha doğrusu Azərbaycan dilində tərcümələrini deyək. Tutaq ki, malı məli, gərək. Ondan sonra ola bilər, məsələn, bilmək, bacarmaq, kəm modal feili. Məsələn, bunlarla olan bir dənə nümunə deyim. Tutaq ki, mən tapşırığı yazmalıyam. İşə və hərəkətə münasibət bildirir. Deyirəm ki, tapşırığı yazmalıyam. Yazmağa münasibətimi bildirirəm ki, bunu yazmalıyam, məcburdur. Deməli, tərif olaraq dedik ki, modal feillər işə və hərəkətə münasibət bildirir. İndi, keçirik ki, onlar hansı, necə işlənir, nə cür işlənir və harda işlənir. Birinci, ümumi bir dənə qayda demək istəyirəm ki, modal feillər ümumiyyətlə özlərindən sonra modal feil, modal verb üstünə gəlir to olmayan bir dənə feil, yəni verb. və bizdə ancaq bir dənə istisna var. O da out feilidir. Bir dənə out feilidir ki, daha doğrusu modal feilidir ki, özündən sonra to ilə bir feil tələb edir. İndi modal feillərdən bir başlayaq. Birincisi kəm modal feilidir. Kəm modal feili. Kən bilmək, bacarmaq. Bilmək, bacarmaq. Və kəm modal feili ümumiyyətlə, yəni dediyimiz kimi to işlənmir, bir dənə out to ilə işlənir. Onun kəndən sonra to'suz bir feil lazımdır. Və bilmək, bacarmaq bu modal feildir və bunun bir dənə də sinonimi var. Bunun sinonimi, yəni bunu bərabərdir yazıb qoyub yaza bilərəm də. Can bərabərdir to be able to. To be able to. İndi bu can bilmək, bacarmaq modal feili indiki zamanda can'dir. Bir də bunun keçmiş zamanı var. Mən ümumi belə to be able to yazdım. Bu can indiki zamandadırsa, həmin bu yazdığım to be də indiki zamanda olacaq. Yəni to be'nin indiki zaman formaları nədir? Am, is, are, able to. Hansısa biri. Ondan sonra da to'dan sonra bir dənə feil. Sürüşaq modal feillərdən dedim, sonra feil işlənir. Ondan sonra bu indiki zamandadır. Yəni can bərabərdir bunlara. Can olmasa, əgər variantda can görməsən, bunu da yaza bilərsən. İndi can'in keçmiş zaman forması var. Keçmiş zamana olanda, çevriləndə olur could. Görürsən ki, birdən cümlədə uzlaşma var. Nə bilim, bir tərəfi cümlənin keçmiş zamanda işlənib. Avtomatik onda sən can'in yerinə could işlədəsən ki, uzlaşsın, keçmiş olsun. Bərabərdir, bu olacaq nəyə? Bu to be able to yazdım. İndi bu to be'nin keçmiş zaman formaları bizə lazım olacaq. Yəni nə? Was, were, was ya da were able to. Aha, deməli ancaq can'in, daha doğrusu can modal feilinin gələcək zaman forması yoxdur, ikiz qoyuram. Amma bu to be able to'nu gələcəkdə də işlətmək olar. Çünki to be'nin gələcək zaman forması da var. Hansılar idi to be'nin gələcək forması? Gələcək zaman formaları will be, shall be. Bunu da işlədərəm. Able to'sunu da yanından yazaram. Able to. Bu da oldu gələcək zaman forması.
Bir dənə nümunə deyək. Məsələn, mən deyirəm ki, I could go. Deyirəm, əvəzinə də işlədirəm. Nəyi? Bax, could'un burada əvəz edicisi, yəni sinonimi nədir? I was able to go. Belə. Hə, bir də bax mən dedim ki, burada yazdım ki, bütün modal feillər adətən to-suz işlənir. Bax, to-nun üstünə xətt çəkdim. Bir dənə out-a yazdım ki, to. Deyə bilərsən ki, müəllim, bəs bunlar nə tər oldu ki, to ilə işlənir? Ondan sonra to işlənir də. Bax, burada hamısını yazmışam. Bunlar modal feil deyil. Bunlar modal feilin əvəz edicisidir. Məsələn, bu bilmək mənasını verir. Bax, bu bilmək mənasını, bacarmaq mənasını verirsə, bunlar da bilmək, bacarmaq mənasını verir. Amma bunlar modal feildir. Bunlar isə modal feil deyil. Sadəcə onların əvəz edicisidir, belə deyək, sinonimidir. Yəni modal feillər to-suz işlənir. Bu sözümüz qətidir. Bunlar to ilə işlənir, amma bunlar zaten modal feil deyil. Aha, sonra növbəti modal feillərimiz, onların da keçmiş zaman formaları var, bəzilərinin də sinonimi var. Bax, məsələn, may modal feili. May modal feili tərcümə olaraq olarmı ki, belə deyək, bilərəmmi, bu cür tərcümə olunur. Məsələn, içəri girə bilərəmmi? May I come in? Bəzən sinifə daxil olanda deyirlər ingilis dil dərsində, may I come in? İçəri daxil ola bilərəmmi? Bax, həmin o may odur. Bilərmi, olarmı? Deməli, may modal feili, ikisini buradan qoyaq. May modal feili keçmiş zamanda olur might. Yəni, məna eynidir. Sadəcə, əgər, yazıram keçmiş zaman, əgər mənasına uyğun keçmiş işlətməlisənsə cümlədə might yazırsan, indiki işlətməlisənsə yazırsan may. Sonra üçüncü keçirəm. Should modal feili var bizdə. Should. Deməli, gərək mənasını verir. Məsələn, mən gərək dərsə vaxtında qoşulum. Bax, oradakı gərək bu shoulddur. Və bunun da sinonimi var. Sinonimi, yəni eyni məna verəni var. Bu keçmiş zaman forması deyil ha. Sadəcə eyni məna verir ondan. O da həmin bayaq to ilə yazdığı out to'dur. Out to. Bax, to'sunu unutmayaq. To mütləq olmalıdır. Və bu onun sinonimidir. İndi gəldik dördüncü must modal feilimizə. Must. Must malı, məli deməkdir. Malı, məli. Üstünə yazıram. Malı, məli. Deməli, must'ın da niyə xəttinə qoydum? Çünki sinonimləri, daha doğrusu əvəz ediciləri var. Sinonim də demək olar. Sinonimləri var. Malı, məli mənasını verən başqa şeylər də var. Bax, bu arada əzizim. Bu should'dur, daha doğrusu should'dur, out to'dur. Bunların zamanı yoxdur. İndikdə də işlədə bilərsən, keçmişdə də işlədə bilərsən. Bax, bu may'di, məsələn, zamanı var idi. Sonra burada yazdıq kendi zamanı var idi özünün. Yəni keçmişdə olanda could olurdu. Amma bu should'dur, out to'nu indiki zamanda da işlədə bilərsən, keçmişdə də işlədə bilərsən. Fərqi yoxdur. Deməli, yazdıq must. Must'ın dedik sinonimləri var. Sinonimləri nədir? Birincisi have to. Bax, indi zamana görə dəyişir də. Bax, indiki zamanda ya have to, ya has to. Bunlar da yəni malı, məli mənasını verir. Bax, altada yazıram. Have to, has to. Keçmiş zamanda had to. Malı, məli mənasını verir. Gələcək zamanda shall have to. Will have to. Bax, hamısı yazıram. Malı, məli. Malı, məli mənasını verir. Bunlar bu. Deməli, bir də ki, bayaq orada məsələn şey var idi. To be able to da məsələn shall be able to yazırdıq. Able to yazırdı. Amma burada shall have be to yoxdur ha. Qarışdırma. Shall have be olmaz. Yəni bəzən bunlar qarışdırılır.
Shall be able to. Bu olmaz. Yəni shall be able to olar. Amma belə deyə o must'ın sinonimləri have to, has to var. Onu gələcəyə çevirəndə sən shall be have to falan demirsən. Shall have to, will have to qısaca. Ondan sonra gələk bu modal feillər hələ ki bu qədər. Sıralama olaraq. Ondan sonra keçirik. Vərəqimizi dəyişək. Keçirik nəyə? Bu modal feillər olan cümlələrin sual formalarına keçirik. Deməli, qısaca deyirəm ki, modal feillər olan cümlələrdə modal feil cümlənin əvvəlinə keçir və sual cümləsi yaranır. Məsələn, tutaq ki, yazım out-la yazım. I ought to. Ought to hansının sinonimi oldu? Ought to oldu, deməli should'un sinonimi, gərək mənasını verir. I should to learn. Mən gərək öyrənəm. Bu arada bax must qətilik bildirir. Mən mütləq nəyisə məsələn etməliyəm. Should isə gərək, yəni vacibdir sadəcə. Vacibdir, başa düşdün? Yəni məsələn tutaq ki, qanun, qayda, qətilik bildirir. Məsələn, burada siqaret çəkmək olmaz. Baba sən orada deməli sən must'dır, qətidir. Yəni bu belə deyək, nətər deyim, qanundur və yaxud da ki buranın özünə məxsus bir qanunudur. Amma deyə bilim orada daha şullu işlədib deməyəsən ki, gərək burada siqaret çəkməyəsən. Qətilik bildirir deyə must'ı işlədirsən. Ondan sonra sözümüz nəyə gəlirdi? Sözümüz bundaydı. Modal feili biz burada görürüksə, avtomatik sualını düzəldəndə modal feili əvvəl keçiririk. Ought I to learn. Deməli, inkarda da işlədəndə bu modal feillərdən sonra not yazırıq. I ought not to. Ya da qısalıb ought yaza bilərəm. Not to learn. Okey, bunlar öz yerində. Biz dedik, bunlar modal feillərə aiddən. Sualda əvvələ keçirirsən, inkarda not yazırsan. Həmin o əvəzedicilər var. Əvəzedicilərdəki işlər biraz karışıqdır. Məsələn, tutaq ki olsun, deməli, malı məli idi də demişdik. Malı məlinin nə idi əvəzedicisi? Əvəzedicisi have to idi, has to idi. Məsələn, birini yazaq have to. İndi buna aid bir dənə nümunə deyək. Malı məlini işlətməyəm, yerinə have to-nu işlədirəm. Tutaq ki, I have to go. Düzdürmü? İndi bunu suala keçirəsiyə. Bax, yadında saxla ki, ən əsas qaydamız testlərin %90-ı heç vaxt have ilə to ayrılmır. Və yekə də yazıram ki, yadında qalsın. Heç vaxt have ilə to ayrılmır. Yəni sən bunu ayırıb, bura keçirib sual düzəldə bilməzsən. Bax, səhv formanı yazıram. Have I to go. Bu tamamilə səhvdir. Sonra inkarda have ilə to-nu yan-yana etmək yerinə bunları ayırıb heç vaxt arasına not yazmaq olmaz. I have not to go. Bax, bu da tamamilə səhv bir şeydir. İndi bunların düz versiyalarını yazıram. Bunların düz versiyaları odur ki, do, does, did feilindən istifadə edirəm. Düz formaları budur. İndi bunu deməli buradan yazım. İndi bunun həmin bu belə deyək, bu cümlənin sual nətər olacaq? Birinci sualından başlayaq. Do işlədirəm ağzımda dediyim kimi. Do I have to go? Bax, görsən, heç vaxt ayrılmadı have-lə to. Sonra tutaq ki, cümlə özü, bax, burada had to olsaydı, deyəcəydim, did I have to go? Belə. Ondan sonra inkardan düzəldək. I don't have
Don't have to go. Baba heç vaxt bunu ayırmadım. Sual belə düzəldi, inkarda belə düzəldi. Vəssalam, şüt tamam. Burası belə. İndi bu elə bir indiki zamanda olan nümunəsi idi. İndi başqa zamanda olanı yazım. Məsələn, keçmişə yazım. I had to go yazım bu dəfədə. Neçə idi bu? 5 idi, nə idi? Nəsə 5 yazım getsin də qabağına. I had to məsələn go. Bundan ətərə olur. Bunun diddən istifadə edirik. Did, I. Bax, cümlədə d'sın bura keçirdiksə, bu olacaq orijinal formasına keçəcək. Yəni olacaq have to. Go. Birincisi, yenə bunları ayırmadım. Yenə bunları to-dan have-ə ayırmadım. İkincisi də did işlədirəmsə, feil öz formasına çevrilir. Bu had olmur, have olur. Yəni did işlədirəmsə, o belə keçmişlik birinin üzərində qalır, o da didin üzərində qalır. Have-in üzərindən elə bir keçmişliyi öz üzərinə götürür bu. Sonra inkaran yazıram. Bu forma səhvdir. Bu forma tamamilə səhvdir. Hadn't to go. Tamamən səhvdir. Düzü belədir. I didn't to go. Didn't have. Yenə. Have to go. Yenə ayırmadım. Bu da keçmişliyi öz üzərinə götürdü. Bunun üstündəki yük qalxdı. Bu had oldu, have. Okay. Ondan sonra deməli, bir dənə gələcəyə aid nümunə yazaq. Əslində gələcəkdə sadədir. O shall will varsa cümlədə həmişə shall will əvvəl keçir. Yəni məsələn, bunun yerinə olsaydı I shall have to ya da I will have to ya da you will have to daha doğrusu olsaydı shall-i will-i əvvəl keçirsən, qalan olduğu kimi qalır. Ondan sonra option bura açar qaydamız kimi haven't to olmaz. Haven't to, hadn't to. Hansı cümlədə görsən, hansı testdə görsən səhvdir. Deməli, haven't to, hadn't to, hasn't to. Bunlar, hamısının üstündən xəttini çəkirəm. Mən does'la nümunə yazmadım, Bir dənə does'la da yazaq da. Məsələn, 6 yazım. She, məsələn, has to olacaq da. She üçüncü şəxsin təkid deyə. She has to go. Artıq she-dir deyə mən does işlədirəm. Does, she. Bunun yükünü bu does üstünə götürdü. S'sını götürdü. Olacaq have. Have to go. Okay, bu qədər. Yəni inkarda da she doesn't have. Yenə yükünü götürdü does. Have to go. Vəssalam, şüt tamam. İndi gəldi əsas bizim məsələmizə, need modal feilinə. Təzə bir vərəq götürək. Aha, deməli, need'i bu başdan yarım başlıq kimi yazıram. Need modal feili ehtiyacı olmaq deməkdir. Amma bu niyə? Bizim elə modal feillərin demək olar ki, çətin olan bir dənə nüansı var, o da need modal feilidir. Bir ola bilər əsas feil. Bir də ola bilər kömək, daha doğrusu modal feil. Modal feil. Əsas feil olanda, bu sxemi yadda saxla. Əsas feil olanda onunla odaqlasın. Onunla to ilə bir feil işlənir. Plus to fail. Məsələn, deyirəm, bir dənə nümunə deyək də. Olsun. I need to go. Məsələn, mən getməliyəm. Yəni, mən gərək gedim. Getməyə ehtiyacım var. Belə. Getməyə ehtiyacım var. Və yaxud ki, I need to, nə bilim, read book. Mənim təzə kitablar oxumağa ehtiyacım var. Nə bilim, biliyimi gücləndirmək üçün və s. nəsə.
Biz bilirik ki, cümlə ingilis dilində əgər iki dənə feil işlənirsə, ümumiyyətlə iki feil işlənirsə, iki əsas feil işlənirsə, onların arasında mütləq to olmalıdır. Yəni onlar ard-arda işlənə bilməz. Aralarında bir şey olmalıdır. To olmalıdır. Əgər need əsas feildirsə, iki əsas feil işlənəndə aralarında to olmalıdır. Əgər need əsas feildirsə. Yox, əgər modal feildirsə, ondan sonra to'suz bir feil işlənəcək. To'suz bir verb işlənəcək. Məsələn, I need learn. Öyrənməyə ehtiyacım var. Okay, burasını bildiyindi. İkisi də bu cür işlənə bilər. Bəs yaxşı. Bu əsas feil olanda sualı necə düzəlir? Köməkçi feil olanda sualı necə düzəlir? Belə deyək də, tutaq ki, cümləmiz tutaq ki, I go. Görsən burada əsas feildir. Go cümlənin tutaq ki, əsas feilidir də. Mən bunu, yəni cümlə, məsələn, I go to school. Cümlədə başqa feil yoxdursa, bizim əsas feilimiz nədir? Go'dur. Yəni cümləmizin əsas feili budur. Əsas feil bu olanda biz bu cümlənin sualını necə düzəldirdik, Arzu? Belə düzəldirdik. Do I go to school? Düzdürmü? İndi bura go yazmıram. Yerinə need yazıram da. Eyni şeydir də. I need, məsələn. I need to go. Bunun sualını nətər düzəldəsiyəm? Do I need to go? Bu əsas feil olan momentidir. İndi keçirik modal feil olan momentinə. Biz demişdik ki, modal feilin sualı nətər düzəlir? Modal feillərin sualı nətər düzəlir? Demişdik ki, modal feillər keçir əvvələ. Qalan olduğu kimi qalır. Need I learn. Keçirdim bunu əvvələ. Oldu need I learn. Bəs yaxşı, inkarı nətər düzəldir? Əsas feildirsə, yenə do'dan, does'dan, did'dən istifadə olunacaq. Məsələn, bunun belə inkarını düzəldək. I don't need to go. Bunun inkarı nətər düzəlir? Modal feildən sonra not yazmaqla. I need, needn't, yəni learn. Yadında saxla. Bir dənə bizim əsas detayımız testlərdə aldadan bir şey needn't. To deyə bir şey yoxdur. Bunu əzbərləmək lazımdır. Amma madəm ki əzbərləyirsən, niyə belə olduğunu da məğzini də başa düşmək lazımdır. Ona görə ki, əgər demişdik ki, need'dən sonra to işlənirsə, deməli bu need əsas feil modundadır da burada, düzdürmü? Əsas feil modundadır. Yaxşı, əsas feildirsə, əsas feil olan cümlənin biz dedik ki, inkarı necə düzəlir? Need'dən sonra to demədik, daha doğrusu not demədik ki, biz dedik ki, do, does, did bunlardan istifadə olunur. Əsas feil olan cümlənin belə sualı inkarı do, does, did köməkçi feillərdən istifadə olunmur. Deməli, burada need to biz yazmaq istəyiriksə, need to daha doğrusu yazmaq istəyiriksə, bunun inkarı do, does, did'dən düzələsdir. Sual da yenə do, does, did'in əvvəlli işlənməsi ilə düzələsdir. Yəni needn't to forması tamamilə səhvdir. Əzbərləmək bunu lazımdır. Yəni sən cümlədə needn't deyə bilərsən. Needn't
deyə bilərsən. Amma needn't to deyə bilməzsən. Yəni need əgər modal feil olsa, zaten bunun inkarı ondan sonra not yazmaqdan düzəlir. Amma needn't to deyə bir şey yoxdur. Bax bir də deyə feili var. Bu da cəsarət etmək mənasını verir. Bu da need kimi elə ikili funksiya daşıyır. Yəni əsas feil də ola bilər, modal feil də ola bilər. Yəni eyni cürdür. O necə ki to işlənəndə belə deyək, nətər yazdıq? To olanda əsas feil olurdu, to olmayanda modal feil olurdu. Yəni deyə də onun kimi belə deyək, ikili funksiya daşıyır. Belə başqa da ki, birdən testlərdə çaşdırıb modal feilin sonunda s yazar üçüncü şəxsin təkində. Bu da səhvdir. Yəni modal feili s zada ehtiyac yoxdur. İnkarı sualı özləri ilə düzəlir əgər modal feildirsə. Yox, onların əvəz edicilər, sinonimi varsa, nə bilim has to'dur, have to'dur, nə bilim to be able to'dur. Bunlar işlənərsə artıq onlara sözümüz yoxdur. Biz modal feillərdən bəhs edirik. Modal feillər sual inkarı özləri ilə düzəlir. Bu qədər.